Salam. İkinci yarım illikdə mektep kurtardı. Niye eləyirlər? Yani birinci yarım ili yoxlayırlar ki, görəsən yani yaddaşımda nə qalıb. Və bu arada sabahınız xeyir olsun. Bir şey unuttuk herhalde. Ne? Salamlar. Salamlar, salamlar. Bu arada takipçilerimizin bize elediği bütün editleri gördük ve çok beğendik. Bəli, bəli. Və bir izləyicimiz də bizi edit edib. Onu buradan çoxlu salamlayırıq. Hepsine bakıyoruz. Çok güzel yapıyorsun. Ay, əlimdən qaçmışdı. Çok güzel yapıyorsun editleri. Bəli, bəli. Mən belə giyməmə baxma, hava çox soyuqdur. O qədər bürünmüşəm. Mən hiss eləmirəm ki, hava eyni nəfər. Bir də əlimi hiss edirəm, üzümü hiss edirəm ki, həqiqətən də soyuqluq var. Yəni indi həftəmiz başladı. Tətil qutardı və başladıq dərs günlərdən. Dersi özlemiştim çünkü yani ne bileyim derse gitmek istiyorum ben. Artık yani tapşırık nece diyeyim mektepte daha tez yazmalıyım. Ya ben tersi daha tez bitirebilirim testler onu diyorum. Deməli, bizim bir shorts videomuz var ki, shorts paylaşmışam. Sadəcə olaraq bunu özümə borc bildim deyəm və bu hansı ki shortsumuzu desəz ki, fikirləşsəz ki, bu shorts odur ki, bizim quşumuz 2 ədəd idi. Onların birinin 5 aylıq idi, biri 6 aylıq idi. Yəni körpə vaxtından bizə gəlib də, yəni alınıb bizə gəlib. Yəni körpə vaxtından bunlar mənim əlimin içində belə ovucumda yemək tutardım. Əlimin içindən dənlərini yeyərdilər. Və səsimizə haray verəydilər. Məsələn, evdə olmayaq, məktəbdə harasa girib gələk və ya qonaq girək gələk. Biz qapının arxasından hələ açıb içəri girməmişik, özümüzü göstərməmişik, səsimizi çıxartmamışıq. Hiss edirdilər ki, otaqdan, içəridəki otaqdan hiss edirdilər ki, biz qapıdayıq və başlayırdılar cəhcəh vurmalılar, bir-birlərinə səs verirdilər. İndi quşlardan biri, yəni bir neçə, harca keçən il idi də, yəni noyabrdaydı, yoxsa dekabrda, yalan deyərəm, öldü. Və o quş ki, bizim əlimizdə böyüdüyü üçün, bizlə bərabər yaşadığı üçün və hər sözümüzə səs verdiyi üçün biz bu quşa çox bağlanmışdıq. Yəni evin sakini idi də. Sadəcə olaraq açıqlama nəyə gətirirəm? Orada bəzi yersiz yorumlar var ki, yazırlar ki, ay çox üzr istəyirəm, xoşa gəlməz söz formasında yazırlar ki, ay falan gəzlər, heyvana belə deməzlər, heyvana elə deməzlər. Mən buna bir şey demək istəyirəm ki, əgər bir insan, yəni Allah, yəni qurbanım Allah, yəni ona inanmayan kafirdir. Həqiqətən də. Qurbanım Allah hamını yaradıb. Nəinki hamını, torpağı da, suyu da, havanı da Allah yaradıb. Yəni onu Allah yaratmasaydı, sən nəfəs ala bilməzdin, sən susuzluqdan ölərdin, sən acılıqdan bitkiləri yaratmasaydı, sən acılıqdan ölə bilərdin. Qurbanım Allah indi dindarlar, yəni təmiz dindarlar bunu daha yaxşı bilərlər. Yəni mən bildiyim qədərində, necə deyim, Allah birinci insanın yeyib içdiklərini yaradıb. Ondan sonra insanları və canlıları yaradıb. Yəni o da canlıdır, sən də canlısan da. Yəni qurbanım Allaha, yəni hansı düşüncə ilə, hansı ağlına o yorumlar yazırsınız da, düzdür. Biri yazıb ki, düz indi bəlkə də razı olmasınız deyir ki, quşa elə deməzlər, Allah rəhmət eləsin deməzlər, ay nə bilini. Başa düşürəm, insan döyür, biz öyrəşmişik, insana Allah rəhmət eləsin deyirlər. Axır qəmminiz olsun deyirlər. Amma görürsünüz ki, bu uşaq, yəni biz özümüz bu heyvana o qədər bağlıyıq ki, bağlıyıq. Əsasda ölən quş, yəni o çox, yəni papuqayların, yəni bu necə deyim, məhəbbət quşlarında kişiləri çox sakit, çox mehriban olur. Qadınlar biraz aqressiv olur da. Yəni qadın belə o aqressiv olmağına baxmayaraq, qadın belə bizə, yəni öyrəşib. Acil səsimizi, mən gələm uşağı apar məktəbə gələm, mənim səsimi eşidə, inanırsınız o qurban olduğum Allah, səsini necə götürür aləmi də, necə sevinir ki, yəni mənim səsim gəldi. Mən onlarla insan kimi söhbət edirəm. Səhər məsəl üçün bunların bir üstünə örtəni var da, belə şərf deyim, bir şərfimiz var, onu atıram. Onun üzərinə örtürəm axşam vaxtı ki, rahat yatsınlar. Həm də isti qalsın yuvaları. Açıram səhər, deyirəm sabahınız xeyir, necəsiz? Falan filan. Mən o yan bu yan söhbət eləyirəm. Və yaxud da gəlirəm, girirəm otağa,
pəncərə qabağı xoşlayırlar deyə bizim otaqda da elə bir şərait var ki, balaca belə dumçuqa qoymuşam. Onun üstünə qoymuşam qəfəslərini. Pərdəni açanda o qədər sevinirlər, məni görəndə o qədər sevinirlər. Deyirəm, nə oldu? Mənə gördünüz. Belə söhbət eləyirəm də. Heyvan da, yəni sən onunla söhbət eləməsən, düzdür, o sənin danışığınla sən cavab vermir. Amma onun cəhcəhi bəs eləyir. Acı mən ona yemək qoyuram qabına da. Yem qabına dən tökürəm. İnanırsınız, o qədər mənim üzümə, gözümə baxa-baxa o qədər cəhcəh vurur. Sanki bu quş, yəni dili ağzı, yəni bizim kimi danışan olsaydı təşəkkürünü bildirir. Yəni siz mən belə düşünürəm ki, o insanlar ümumiyyətlə heç bir canlıya hörmət qoyan insan deyil də. Yəni necə deyim, Allahın yaratdıqlarına kafir insandır da. Yəni qiymət qoyan insandır. Mən Allahın yaratdığım adi bir hörümçəyi inanırsınız öldürmürəm. Onu götürürəm ya bir qəxə kandasına, ya nə ilə qoyuram çölə. Yəni həyətə qoyuram, get yaşa. Qızlarıma da həmişə tapşırıram ki, əgər çöldə hansısa bir cücü, mücü, qurd, quş olur da həyət evidir bizdə. Hər şey ola bilər. Yəni basmayın, öldürməyin. O sizə zərər vermədikcə siz onu vurmayın, öldürməyin. Məsələn tutalım, hansısa heyvan buna cumubsa tutalım, bunu dişləyirsə məcburdur ki, bu formada itələsin, atsın, yəni yeməsin, çeynəməsin onu. Heyvan da Allahın yaratdığı heyvandır, şuursuz heyvandır. Və yaxud da ki, elə heyvanlar var ki, bunlar sırf yəni zəhərini, məsələn ac qənət deyək də, ditdili deyirlər, kamar deyirlər bəzi yerlərdə. Yəni o heyvan, o həşərat deyil. O ancaq insanları necə deyək, iynəsini vurur və qanını somurur, təmiz qanını bildiyimə görə. İndi bunu həkimlər daha yaxşı bilir, təmiz qanını somurur və həmin yer qızarır. Allergiya olursa, yəni qaşınma bir allergiya olursa bu bütün bədənə belə yayılır. Məsələn bizdə bədənimizdə həşəratların bu dişləklərinə allergiyamız var. Bir balaca belə yüngülcə belə sancı dəysə, hansısa bir həşəratdan, həmin yer bizdə möhkəm belə yekə qızarır da, özü səpki belə qızarır. Hə. Yəni sözüm nəyədir? Yəni o yorum olsun deyə gəlib orada yazmağınız heç düzgün deyil. Sizi nə məcbur eləyir, yazmayın. Gedin öz işinizlə məşğul, çox xahiş edirəm. Əgər bəyənmirsə, xoşunuz gəlmirsə, yəni bizim videolarımızda baxmayın. Kim sizi məcbur eləyir? Yəni istəmirsinizsə niyə baxırsınız ki? Nə məcburiyyətsiz, nə məcbur eləyir ki həyatda? Mənə heç nə həyatda məcbur eləmir. Yəni nə mənada? Yəni məsələn hansı kiminsə videosuna baxıram, bu mənim xoşuma gəlmir. Hə, yox. Vəssalam, üzümü çörürəm və yaxud da ki tutalım da verilişi dəyişirəm. Acı olsun televizor kanalları. Mən şəxsən televizor kanallarını ümumiyyətlə baxmıram. Çünki çox yersiz hərəkətlər eləyirlər. Çox belə deyim, xoşa gəlməz hərəkətlər eləyirlər. Efir mədəniyyəti bəzilərində ümumiyyətlə yoxdur. İstəyir bəzi aparıcılarda olsun, istəyir bəzi necə deyim, müğənnilər olsun və yaxud da ki aktyorlar belə. Seçirəm içindən bir neçəsi var ki, məsələn aparıcıda çox gözəl aparıcılarımız var, müğənnilərimiz də var, mədəniyyəti, tərbiyəsi, qabiliyyəti yerində olan. Sonra efir mədəniyyəti əsas. Yəni bizə onun şəxsən mənə hansısa müğənninin şəxsi həyatı maraqlıdır. Mənə onun efir mədəniyyəti maraqlıdır. Çünki mən ona baxıram. Çünki mən televizor açmışam, mənim övladlarım. Mən o televizora baxır ki, mənim övladlarım baxır. Yəni mən o şeyləri nəzərə alan insanam. Aparıcı olsun, aktyor olsun, aktrisalarımızdan olsun. O qədər sevimli aktyorlarımız var, aktrisalarım baxır. Yəni mən o şeyləri nəzərə alan insanam. Aparıcı olsun, aktyor olsun, aktrisalarımızdan olsun. O qədər sevimli aktyorlarımız var, aktrisalarımız var ki, yəni hörmət də qoyuram. Yəni ən çox sevdiyim belə deyim aktyor və aktrisalarımız var ki, bəziləri rəhmətə gedib. Məsələn Nəsibə xanım, sonra Hacı Baba bəy, sonra Siyavuş bəy, Yaşar Nuri bəy və s. bir çox yadıma düşdükcə dedim. Yəni bunlar, bu insanlar Allah qəni-qəni rəhmət eləsin, rəhmətə gedənləri. Yəni efir mədəniyyətləri çox qəşəng idi də və indinin özündə də var bəzilərində. Yəni amma bir çoxunda o efir mədəniyyəti yoxdur. Nəysə, yəni bu sözü nəyə gətirirəm? Yəni sözü ona gətirirəm ki, yəni bu əgər mənim qane eləmirsə, mən xoşuma gəlmirsə, baxmıram. Nə məcburiyyətdir, baxmayın. Və yaxud da ki yorum olsun deyə gəlib ağzınıza gələni yaza bilməzsiniz. Nə ixtiyarla yazırsınız? Yəni sizi məcbur eləmirik də. İstəyirsiniz baxın, Allah canınıza dəyməsin. İstəyirsiniz baxmayın, yenə də Allah canınıza dəyməsin. Allah hamıya sağlıqlı ömür versin. Heç kimə məcburiyyətdən heç nə etmir. Bir də gəlir canlı açanda gəlirsiniz. Necə deyim, necə izah edeyim? Yəni yorum xatirinə bir söz yazım deyə, yəni bir söz yazırsınız ki, adam o qədər əsəb keçirir. Deyil, sonra deyirsən ki, neyim, boş ver keçsin. Çünki onun könlü çirkindir. Çünki onun könlü paslıdır, kirlidir. Yəni neyim, mən düzəldə bilmərəm ki o insanı. O qurban Allah deyir, mən səni yaratmışam, sən dünyaya gəlmisən və seçimini özün elə, pis və yaxşı, qaranlıq və işıqlı. Hansına getdin, getdi. Yəni xarakter olaraq, insan olaraq sən özün. Mən məsəl üçün bu dəqiqə hamıya buradan o qədər pis sözlər deyirəm, çox üzr istəyirəm. Yəni demərəm ha. Yəni mən bunu seçə bilərəm. Və yaxud da ki, getdiyim yerdə kiməsə daş ata bilərəm. Və yaxud da ki, getdiyim yerdə kiməsə söz ata bilərəm. Nə olsun xanıma? O qədər şey eləyə bilərik. Allah razı olsun. Amma mən bunu sevmirəm. Heç vaxt eləmərəm. Çünki mən elə bir ailədən, elə bir insan, yəni mənim valideynlərim elə bir tərbiyə mənə veriblər ki, mən onları heç kəsə, yəni
heç kimə pislik edə bilmərəm. Lap heç, məsəl üçün, o qədər, yəni mən ailəmdə elə bir tərbiyə görmüşəm ki, atamla anam arasında olan münasibəti, onların olan mehribançılığı, yəni sevgisi o qədər gözəl olub ki, mən hamıya sevgi vermək istəyirəm. Yəni mənim bu kanalım da ailəvi kanaldır. Ailəvi kanal olduğu üçün də mən çalışıram ki, sevgi, biz ailəlikcə sevgi paylaşaq hamı ilə. Məsəl üçün, mənim qızlarım tutalım, Yağmur uşaqlıqdan həkimliyi sevir. Amma böyüyəndə desə ki, ana mən həkimliyi yox, başqa bir şey sevir. İstəyirəm. Deyim ki, sevir, götür. Mən sənin arxandayım. Tək sənin istədiyin olsun. Amma yəni bu ailədə sevgi yoxdursa, bu ailədə istək yoxdursa, bu ailədə hörmət yoxdursa, yəni necə deyim, o uşaqlarına qarşı da yəni necə deyim, necə izah edeyim kimi, uşaqlarına qarşı da kobud olar, pis olar. Yəni ailəsinə kobud olan, pis olan kənardakına 5 qat olur ha. Bax bunu nəzərdə alın. Nəzərə alın həmişə. Nəysə, inanırsınız bəzi yorumlar baxaram, qulaq asıram. Görürəm də həm canlılarda, həm belə inanırsınız o qədər xoşuma gəlmir də bəzi yorumlar, amma ürək açan yorumlar o qədər gözəldir ki, buradan hamını öpürəm, təşəkkür edirəm, var olasınız. Nə yaxşı ki sizin kimi izləyicilərim var və bizim həqiqətən də necə olduğumuzu görürsünüz. Düzdür, 100% izləyicindən hesablasa 10%-i çıxıram, 90%-i çox gözəldir və təşəkkür edirəm hər birinizə. Analarımızın əlindən, üzündən, gözündən öpürəm. Balacalarımızın üzündən, gözündən, burnundan, əzəzimə həmişə xoşum gəlir. Körpələrin burnundan sevməyi öpürəm. Var olasınız və bəy izləyicilərimiz də var. Onlara da ayrı bir təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Nə yaxşı ki sizin kimi izləyicilərim var. Nə yaxşı ki sizin kimi izləyiciləri tanımışıq biz və bizi seçdiyiniz üçün də ayrı bir təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun. Həqiqətən də bu kalplər sizin üçün. Ve çaydanlarımı koydum qaynamağa. İndi sizinle burada. Daha belki hiç çekmedim çünkü hələ ki uşaq Zeynəb getdi məktəbə. Yağmur yatır. Bir de qaynanam yatır. Bunları səliqə salacağım. Bunun keyfine. Bunun keyfine. Bunun keyfine, sen Allah bunun keyfine bak. Bir rahat oturup TikTok'umuza da bakabilmeliyiz. Yaxşı görüm ay kız, yaxşı görüm ay. Ürəyim gedir səndən ötürü onun sözünə bax. Girdim, səni gördüm. Kameranı güc balayla açdım. Nə suratdı? Benim düzdür. Düzdür. Bakayım. Yo, bayaq bükmüşdün. Ona görə tuttum səni. Bükülmüş. Deməli, biz canlıda demişdik və əgər Yağmurun beli bükülsə, nə olacaq? Cinnet dokunmayacak. Toxunsa da belə söküləcək. Cinnet Allah, cinnet tez bitsin ben de belimi bükerim. Yo, onu sökəcəm də. Evet. Çıxmıram. Məktəb paltarında giyinib hazır oturup burada. dur, öz yeri də hazırla da. Yok. Dur. Zeynəb səhər-səhər durub, tezdən durub, əynin giyinib, pastelinin gücü çatdığı qədər eləyib. Amma Yağmur gün orta durur. Çünkü ben geç yatıram. Tənbəl. İstemiyorum ha, istemiyorum. Day. Beni böyle kabul elə ana. Yox, eləmirəm. O nə gündər pastel çəksin bir abırçılıq olacaq. Çekiş olmaz. Yox, day. İnsan Ya, vallahi yanımdan çok... Gel. Bu ruçkadan aldım. Ama bundan neydi? Ha, bu ruçkadan aldım. Bir de bundan aldım. Yok, bundan sen aldın ondan. Çık yoktu ha. Burada sesinde bir de arkada var bir yere. Aha, da var o tarafta. Çok var. Geç. Geç 80 manat var 80 qəpik. Yox 30 qəpik. Bu neçə nədir 0013. Yox. Çəkilin. Böyle mi? Qiymətlərinə baxın ucuz götürək. Bu Zeynəbindir. Bu da mənim Zeynəb. Yumurtalı sevmir deyə bu tərəfə gəl. Yumurtalı sevmədiyi üçün Zeynəbə yumurtalı eləmədim. Bu Zeynəbin kələmi və də kalbasası. Nəsə demək istəyirdi, alınmadı. Alaluçu. Ha,
İndi yemək yiyəcəyik. Ayda, sözümü unuturam mən də. B12'nin eksikliği. Gel böyle bu tarafa. Bunu qaldırırım. Ne kaldırır? Mən də. Çəkmədə sözüm yanımdan çıxdı sonra. Hiç ne olmaz. Az tök ha. Nasıl tökürüm? Göre indi ne kadar dökecek. Hadi kız hadi. Duymasam doğramaç verdi. Aha. Verirsin. Ya hara tökürsən? Səhv töktüm. Düz qıraqdan. Çörək də verim. Və qızlar, deməli, xiyar tutmamı bankanın axırları idi deyə onları qəşəngcənə istəyirəm bir balaca bankaya yığam. Da görüm, yığa bilsəm, təbii ki, istəyirəm biraz suyunu axıdım. Bu səfər tutma qoyanda aldığım acı biberlər çox həddən artıq çox acı olduğu üçün yəni xiyar tutmam dəhşət tün çıxıb. Bunlar sizə belə bir balaca yerləşdirim. Onsuz da hər günlük yeyilir bizdə. Yəni biz tutmayı xoşlayanıq deyə. Yəni, çox necə deyim, silişkim çox yemirik. Amma hər yeməyin bövründə bircə atışdırırıq. Bunu belə bankada istədim, belə yığım və suyunu da atam. Təbii ki, burada da bir-iki qabım var. Onları da yuyacağım. Sizlə bərabər yuyum gəlim. Deməli qızlar, bircə yedik Allah yetirəndən çox şükür. İndi də başladım təmizliyə. Yerə zibilə atıram, yerə düşdü. Deməli, biz səhərin nə almışıq? 2 dəncini almışıq. Böyle çələyəlim. Böyle kekslər almışıq. Sabaha ve karaca almışıq. Bunu bir gün yiyəcəyik. Bunlar yiyəcəyik bir gün. Bir üçüncü günde belki bundan yanında başka bir şey alacağıq. Böyle. Biz öncədən nə üçün alırıq? Ki, səhər marketə girəndə uşaqlar çox olur. Çox olur və vaxt qalır. Kassada növbədə çox dayanırıq. Dərs çıxışı alıb gəlirik və həm də yağmurun da yeməyini alırıq ki, rahat olsun. Ki, ana bugün dərsim çox yoxdur deyə bugün dincəlmək istəyirəm biraz. Çünki bugün diagnostika olmuyor. Diagnostik qiymətləndirmə. Yəqin ki, sabaha olur. Test işləyəcəm. Həmçinin işləyəcəm. Bəs sən şey giymirsən axı? Nazik ol. Yerində iş görəsən. Okey. Və buranı yığışdıraq. Çenin ağzı açıldı. Aslında bunu zala stola apararam. Sonra bunu boşaldaq. Hoş. Bunu qoyuram aşağı, həmişə stolun altına qoyuram. Rahat olsun deyə. Bunu götürürəm. Bunu ve stolu gəlim silim. Düzdür, mən burada yedim. Zeynəb zalda yedi. Çünki orada televizora baxırdı. Gedə ona planşet zaryatkaya qoyacağım deyə gətirmişəm şunuruna. Və canlarım, gözlərim bura qədər baxdınızsa, izlədinizsə çox təşəkkür edirəm. Abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz və post paylaşmışam. Orada suallarınızı verə bilərsiniz. Sorğu-sual videosu çəkəcəm, amma istəyirəm ki, sizin suallarınıza cavab olaraq çəkim. Hələlik.